Salam değerli abituriyentlər və müəllimlər. Bugün kondensatorların ardıcıl və paralel birləşdirilməsi bölməsindən olan sualların izahına baxacaq. Videoya keçməzdən əvvəl videomu bəyənib kanala abunə olmağı unutmayın. Gəlin o zaman suallarımızın izahına keçək. Bir nömrəli sualda bizə deyir ki, S1, S2 və S3 tutumları olan kondensatorlar sxemdə göstərilən kimi birləşdirilmişdir. Kondensatorlar batareyasının ümumi tutumu. Baxıram bu şəklə. Görürəm ki, S1 ilə S2 paralel birləşib. Əvvəla bunları paralel halda tutumlarını taparam. Paralel birləşmədə tutum tapılır S bərabərdir, S paralel yazaq. S1 plus S2. Burada S1'i verib mənə 10 pikofarad, üstə gəl. S2'ni isə mənə verib 20 pikofarad. Mən bunları toplasam, bunlar edir 30 pikofarad. Və bu ikisi paralel birləşərək S3 ardıcıl birləşib. Yəni bu tapdığım ümumi tutumu da S3 ilə ardıcıl olaraq tapacağım. Ardıcıl birləşmədə ümumi tutumu tapanda, əgər iki tutumlu kondensatordursa S1, S2 bölünsün S1 plus S2 yaza bilərik. İndi burada S1'in yerinə S3'ünkünü yazaram. Gəlin elə bunların öz rəqəmlərini qoyaq ki, qarışıq düşməsin. S3 vur S paralel, bir dəfə də S3 üstə gəl S paralel yazaram. Bərabərdir. S3'ün tutumu 30'dur, S paralelinki də 30'dur. 30'u 30'a vurub 60'a bölürəm. 900'ü də 60'a bölsəm, sıfırlarım gedər. 96'ya böləndə bir dəfə 15 düşər. Deməli, cavabımız olur 15 pikofarad, yəni Y variantı. Keçirəm 2 nömrəli suala. Hər birinin tutumu S olan en sayda kondensator paralel birləşməsindən alınan kondensatorlar batareyasının tutumu. Bu nəzəriyyə sualıdır. Əgər paraleldirsə, paraleldə tutumlar toplanır. Əgər en sayda eyni tutumlu kondensator varsa, saylarını birinin tutumuna vursam, ümumi tutumu ala bilərəm. Keçirəm növbəti suala. Deyir, hər birinin elektrik tutumu S olan en sayda kondensatorun ardıcıl birləşməsindən yaranan kondensatorlar batareyasının ümumi tutumu. Ardıcıl birləşmədə bunların tərs qiymətləri toplandığı üçün olur S bölünsün E. Yəni cavab Y variantı. 4 nömrəli sual. Elektrik tutumları S1 və S2 olan iki kondensatorun ardıcıl birləşməsindən alınan batareyanın ümumi tutumu hansı ifadə ilə təyin olunur? S ümumi bərabərdə ardıcıl birləşmədə 2 tutum varsa S1, S2 bölünsün S1 plus S2 düsturundan tapılır. Yəni cavab C variantıdır. 5 nömrəli sual. Elektrik tutumu S1 və S2 olan iki kondensator paralel birləşdirdi. Paralel birləşəndə ümumi tutumu tapanda sadəcə toplayıram. Yəni S1'in üzərinə S2 gəlməliyəm. Cavab olur Y variantı. 6 nömrəli sual. İki kondensator ardıcıl birləşmişdir. Batareyanın ümumi elektrik tutumu S. Birinci kondensatorun elektrik tutumu isə S1'dir. İkinci kondensatorun elektrik tutumu. Deməli, ümumi tutumu tapanda S bərabər olur. S1, S2 bölünsün S1 plus S2 olmalıdır. İndi məndən S2 kondensatorun tutumunu istəyirsə, buradan S2'ni tapmalıyım. Bunun üçün belə bir şey edəcəm. S-ni vuracağım bu mötərizəyə. S1 yazacağım. Üstə gələcəm. S vurulsun S2. Məxrəcə vurdum. Bərabərdir. S1, S2. Buradan da S2'ləri bir tərəfə keçirərəm. Belə alınır. S1, S2 çıxılsın. S, S2 bərabərdir. S vurulsun S1'ə. Buradan da S2'nin mötərizə xaricini çıxardaram. Qalar S1 çıxılsın S bərabərdir. S vurulsun S1'ə. Buradan da S2'ni tapanda alıram ki, S vurulsun S1 bölünsün S1 çıx S. Və cavabı alırıq S vurulsun S1 və S1 çıxılsın S. Yəni cavab olur 6-da A variantı. Keçirəm növbəti suala, 7 nömrəli suala. İki kondensator ardıcıl birləşmişdir. Batareyanın ümumi elektrik tutumu S. Birinci kondensatorun elektrik tutumu S2'dir. İkinci kondensatorun. Birinci kondensatorun elektrik tutumu. Yenə yazıram S bərabərdir. S1, S2 bölünsün S1 plus S2. Buradan çarpaz vururam. S vurulsun S1 üstə gəlinsin. S vurulsun S2 bərabərdir. S1 vurulsun S2. Mənə də S1 istədiyi üçün S1'ləri bir tərəfə keçirərəm. Belə alınır. S1 S2'dən çıxaram. S vur S1'i bərabər edərəm. S vur S2'ye. Buradan da S1'i mötərizə xaricdən çıxartsam, S2 çıx S bərabər olur S vur S2'yə. Buradan da S1'i tapanda alıram ki, S vurulsun S2 bölünsün S2 çıxılsın S.
S vurulsun S2 bölünsün S2 çıxılsın S cavab olur D variantı. Keçək növbəti suala. Kondensatorun yükləri arasında hansı münasibət doğrudur? Görürəm ki, burada kondensatorlarım ardıcıl birləşib. Əgər kondensatorlar ardıcıl birləşirsə, bu kondensatorda yüklər bərabər olur. Cavab olur A variantı. Keçək 9 nömrəli suala. Deyir ki, kondensatorun yükləri arasında. Baxın, burada kondensatorların paralel birləşib. Paralel birləşmədə gərginlik sabit olur. Onda yazsam ki, U bərabərdir Q böl S. Gərginlik sabitdir, yüklə tutum tərs asıdır. Yazaram onda. Q1-in Q2-yə olan nisbəti bərabərdir. Düz asılı daha doğrusu S1-in S2-yə nisbətinə. S1'im 9 S1'im 9 S'dir. Burada S1 ayağında səhv düşübdür. Bölünsün S2 də S'dir. Bunlar da ixtisar gedir. Q1 bərabər olur 9 Q2'yə. Yəni cavab olur Y variantı. Gələk 10 nömrəli suala. Paralel birləşdirilmiş iki eyni kondensatorun birincisinin lövhələr arasına hava, ikincisinin lövhələr arasında dielektrik nüfuzu epsilona mühit vardır. Kondensatorların ümumi elektrik tutumu hansı ifadəyə tapılır? Baxın, S1-ci sadəcə S-dir. Əslində, düstur epsilon S0'dır. Havanın epsilonu dielektrik nüfuzu 1'dir deyə, burada epsilon yerinə 1 yazanda S1 olur S0. S2'də də epsilon S0 yazıram. Çünki mühit var, epsilon, amma onu bilmirəm nə qədərdir. Paralel birləşmədə ümumi tutumu tapanda toplamalıyam. Yəni S0-la epsilon S0'ı toplayıram. Buradan da S0'ı mötərizə xaricdən çıxartsam 1 plus epsilon alıram. Yəni cavab olur A variantı. Keçirəm növbəti suala. Ardıcı birləşdirilmiş iki eyni kondensatorun birincisinin lövhələri arasında hava, ikincisinin lövhələri arasında dielektrik nüfuzu epsilona mühit vardır. Kondensatorların ümumi elektrik tutumunu tapın. Baxın, S1'ə yenə yazıram S, S2'ye ise yazıram epsilon S0. İndi bunlar ardıcı birləşibsə ümumi tutumu tapanda düstur bilirik ki S1 S2 bölünsün S1 plus S2'dir. Yerinə qoysam S'ni epsilon S0'a vursam olur epsilon S vurulsun S0. Deyək, burada da S0 yazırıq da. Hə. Epsilon S0 kvadratı yazaq bura. Bir dəqiqə. Epsilon S0 kvadratı. Məxrəcdə də epsilon S0-dan S0'ı toplayanda S0'ın birini mötərizə xaricdən çıxardan 1 plus epsilon qalar. S0 armında biri ixtisar getsə S ümumi bərabər olar. Epsilon S0 bölünsün 1 üstə gəlsin epsilon alınar. Yəni cavab olur D variantı. Keçirəm 12 nömrəli suala. Elektrik tutumu eyni olan 3 kondensator ardıcıl birləşdirilmişdir. Kondensatorlar paralel birləşdirilərsə. Baxın, tutumu eyni olan 3 kondensator ardıcıl birləşəndə S ümumi tutum bərabər olur ardıcıl birləşmədə. S bölünsün N-ə. Burada da 3 kondensatordusa olur S bölünsün 3. Sonra deyir ki, kondensator paralel birləşdirsən. Paralel birləşdəndə N vur S olur, yəni olur 3S. Əvvəlcə S bölü 3 idi, sonra oldu 3S. Deməli 9 dəfə artdı. Cavab olur A variantı. Keçirəm növbəti suala. Kondensatorlar batareyasının ümumi elektrik tutumu. Baxan kimi görürəm ki, S1 ilə S2 ardıcıldır. Tez bunları taparam. Ümumi tutumunu S1 ilə S2'nin bərabərdir. S1 S2 bölünsün S1 plus S2 düsturundan. Gətirək indi yerinə qoyaq. Deməli, 30'u 20'yə vuraram 600. Bölərəm 30'un üstə 20 gələrəm 50. Bu da edər 12. Deməli, yuxarını ümumi tapdım 12. Aşağı isə 18. 12 ilə 18 isə paralel birləşib. Onda paralel birləşmədə də toplayaram. 12 ilə 18 tutumunu toplayaram. Edər 30 mikrofarad. Cavab olur A variantı. Keçirəm 14 nömrəli suala. Eyni tutuma malik olan bir neçə kondensatoru paralel birləşdirdikdə ümumi elektrik tutumu 60 olub. Eyni tutuma malik bir neçə kondensator var. Bunları paralel birləşdirmişəm, yazaq. S paralel bərabərdir. N vur S olur. Bunu mənə verib 64. Sonra ardıcıl birləşəndə isə ardıcıl birləşəndə olur S bölən. S böləni isə mənə 4 verib. Kondensatorların sayını soruşur. Belə edərəm. Buradan S-ni çarpaz vuraram, taparam 4N. Gətirib burada yerinə qoyarım. S-nin yerinə 4N qoyanda olur 4N kvadratı bərabərdir 64'ə. N kvadratı bərabərdir 16'ya. Onda N'ni buradan tapıram 4. Deməli kondensatorlarımın sayı 4'ə bərabər imiş. 15. Eyni tutuma malik bir neçə kondensatoru paralel birləşdirdikdə yazaq.
S paralel bərabərdir n vurulsun S. Bunu mənə verib 32. Ardıcıl birləşdirdikdə isə 2 mikrofarad olub. Ardıcıl birləşmək üçün S yazıram S bölü n. Bunu 2 verib. Onda buradan tez S-ni taparam. Olar 2n. Gətirib burada, bax bunu burada S-nin yerinə qoyaram. Olar 2n kvadratı bərabərdir 32-yə. Buradan n kvadratı bərabərdir 16-ya. Onda n-i buradan tapıram 4 mikrofarad. Yəni cavab olur D variantı. Kondensatoru paralel birləşdirdikdə, deməli S paralel birləşdirdikdə eyni tutuma malik 5 kondensator. Deməli bunun sayı var. N vur S'dir. Buradan da n'in yerinə 5 yaza bilərəm. 5 vurulsun S bərabər olur. Ümumi tutumu verib 100-ə bərabər edirəm. Onda elə buradan S-ni tapa bilərəm. 100-ü 5-ə bölsəm 20. İndi tapdım ki, kondensatorların ümumi tutumu 20-dir. Sayıları da 5-dir. Deyir, mən bunları ardıcıl birləşdirsəm, ümumi tutum nə qədər olar? S ardıcıl bərabərdir S bölünsün n. Yəni 20-ni də 5-ə bölərəm. Taparam ki, deməli 4 mikrofarada bərabər olar. Yəni cavab olur Y variantı. 17 nömrəli sual. Ardıcıl birləşdirmiş 2 kondensatorun ümumi elektrik tutumu 4 pikofaraddır. Bunu yazaq. Ardıcıl birləşmiş 2 kondensator var. Yəni düstur S bölü n-dir. S bölünsün 2 bərabərdir 4-ə. Onda buradan tutumu tapıram 8-dir. Sonra deyir ki, kondensatorlardan birinin elektrik tutumu 12 pikofaraddır. Deməli burada bunların tutumları eyni deyil. Bunu onda yaza bilmərik. Şərtə diqqət etmədim. Bunların tutumları eyni deyil. 2 kondensator verib ardıcıl birləşib. S ardıcılla 2 kondensator tapanda yazıram S1 S2 bölünsün S1 plus S2 bərabərdir 4-ə. İndi mənə verib 1-nin 2 12-dir. Gətirək S1-in yerinə 12 qoyaq. 12 S2 bölünsün 12 üstə gəl S2 bərabərdir 4-ə. Buradan 4-ü çarpaz vursam, o 4-ü 12-yə vuranda 48 üstə gəlsin 4 S2 bərabərdir 12 S2-yə. Buradan 8 S2 bərabərdir 48-ə. Onda S2-ni buradan tapıram ki, S2 bərabər 6-ya. Onda ikinci kondensatorumun tutumu 6-ya bərabər olur. 6 pikofarad. Gəlirəm 18 nömrəli suala. Deyir, hansı elektrik tutumu ən böyükdür? Biz kondensatorları birləşdirəndə maksimum qiyməti onları paralel birləşdirəndə alırıq. Yəni, mənim kondensatorlarım nə qədər çox paralel birləşibsə, tutumları o qədər böyükdür. Burada da baxıram ki, ən çox paralel birləşən C-dir. Deməli, orada maksimum qiymət alır. 19-da bizdən ən kiçik istəyir. Biz ən kiçik minimum qiyməti kondensatorları ardıcıl birləşdirəndə alırıq. Nə qədər çox ardıcıl birləşdirilsə, o qədər kiçik alınır qiymət. Ona görə cavab B-dir. 20 nömrəli sual. İkinci sxemdəki kondensatorlar bataryasının tutumunun birinci sxemdəki kondensatorlar bataryasının tutumuna olan nisbəti. Gəlin birinci sxemi tapaq. S1-də birinci sxem. S ardıcıl birləşib. 3 tutumu da eynidirsə S bölü n-lə gedə bilərəm. S bölü 3 yazaram. İkincidə bu ikisi ardıcılda olur S bölü 2. Bu ikisi də ardıcıldır S bölü 2 olur. Bunları paralel birləşmə ilə tapıram. S paraleldə toplayıram. Yəni S bölü 2 ilə S bölü 2-ni toplayıram. Bu da mənə verir bir dənə S. İndi mənə deyir ki, ikinci sxemdəkinin birinciyə nisbətini. S-ni bölürəm S bölü 3-ə. Yəni tərsini 3 bölü S-yə vururam. Bunlar gedir, cavabı alıram 3. Yəni Y variantı. Keçirəm növbəti suala. İkinci sxemdəki kondensatorlar bataryasının tutumunun birinci sxemdəki kondensatorlar bataryasının tutumuna olan nisbətini tapın. Gəlin birinci sxemdəkini tapaq. Birincidə ikisi də paralel birləşib. Onda ümumi tutum bərabər olur 2S-yə, paraleldə toplanır. İkincidə isə bura ardıcıldır S bölü 2-dir. Yenə burada ardıcıldır S bölü 2-dir. Bu S bölü 2-lər də paralel birləşib. Onda ümumi tutum tapanda toplayaram. Bayaqçı kimi. S bölü 2 ilə S bölü 2-ni toplayaram edər S. İndi mənə deyir ki, ikincinin birinciyə. Deməli, S-ni bölürəm tərsinə 1 bölünsün 2S-yə. Bunlar da gedir, cavab olur 2-də 1. Yəni 21-də cavab B variantı. Gəlirəm 22 nömrəli suala. 2 müstəvi hava kondensatoru mənbəyə ardıcıl qoşulmuşdur. Lövhələrin sahələri S1 bərabərdir 3S2, aralarındakı məsafəsi D2 bərabər 2D1 olarsa, kondensatorların lövhələrindəki gərginlikləri arasında hansı münasibət doğrudur? Baxın, ardıcıl birləşibsə yük sabitdir. Q konstantdır. Onda U1 üçün yazaram ki, Q bölünsün S. Buradan da S-ni açıram. Epsilon 0 S böl D ilə olur. Q D1 bölünsün. Epsilon 0 S1.
S1'in yerinə də 3 S2 qoyuram. Onda olur. Q D1 bölünsün epsilon epsilon 0, 3 epsilon epsilon 0 S2. Bir dəfə də U2 üçün eyni ifadəni yazıram. Q D2 bölünsün epsilon epsilon 0 S2. Buradan da D2'in yerinə 2 D1 qoyuram. Olur 2Q D1 bölünsün epsilon epsilon 0 S2. Sonra da U1'i U2'ye bölərəm, cavabımı alaram. U1 bölünsün U2 bərabərdir. U1 üçün yazıram Q D1 bölünsün 3 epsilon epsilon 0 S2 vurulsun tərsinə. Epsilon epsilon 0 S2 bölünsün 2Q D1. Buradan Q D1'lər ixtisar gedər. Q D1'lər getdi. Sonra epsilon epsilon 0 S2'lər də gedər. Qalar 6'da 1. Yəni bu nə deməkdir? Çarpaz vursam U2 bərabərdir, 6 U1'ə bərabərdir. Yəni cavab olur C variantı. Keçirəm 23 nömrəli eyni şəkildədir. Düsturda yerinə qoyacağım. Onda gəlin belə yazaq. U1 üçün yazıram ki Q D1 bölünsün epsilon epsilon 0 S1. Burada D1'in yerinə 3 D2 qoyuram. Onda olur 3 Q D2 bölünsün epsilon epsilon 0 S1. U2 üçün yazıram ki Q vurulsun D2 bölünsün epsilon epsilon 0 S2. O da bərabərdir. D2 qalır yerində, olur Q D2. Sadəcə S'in yerinə bu dəfə qoyacağım. 2 S1. Onda olur 2 epsilon epsilon 0 S1. İndi bunların yeni nisbətini istəyir. U1'in U2'ye nisbəti bərabərdir. Deməli 3 Q vurulsun D2 bölünsün epsilon epsilon 0 S1 vurulsun tərsinə. 2 epsilon epsilon 0 S1 bölünsün neçə idi bu? 2 Q D2. Aha. Buradan da epsilon epsilon 0 S1'lər bunlar gedir 6 düşür. Bu dəfə çarpaz vuranda U1 bərabər 6 U2 alıram. Bir dəqiqə uşaqlar. Burada paralel birləşdirilmiş deyir. 23 nömrəli suala baxaq. 2 müstəvi hava kondensatoru sabit gərginlik mənbəyinə paralel qoşulmuşdur. Paralel qoşulubsa, deməli mənim gərginliyim konstantdır. Yazıram bura. Mənə lövhələrin sahəsini və D-ni verib yükləri soruşur. Q bərabərdir SU yazaram. Buradan da un açaram Q1 üçün. Onlar epsilon epsilon 0 S1 U bölünsün D1. Burada Q1'də D1'in yerinə 3 D2 qoyaram. Onlar epsilon epsilon 0 S1 U bölünsün 3 D2'ye. İkincidə isə Q2 üçün yazaram ki epsilon epsilon 0 S2 U epsilon epsilon 0 S2 U bölünsün D2. Burada da S2'in yerinə 2 S1 yazaram. Onda olar 2 epsilon epsilon 0 S1 U bölünsün D2. Sonra da mənə deyir yüklərin nisbətini tap. Yəni Q1'i bölməliyim Q2'ye. O da bərabərdir. Q1 üçün aldım epsilon epsilon 0 S1 U bölünsün 3 D2. Q2 üçün isə bu ifadəni aldım. Belə yazıram. D2 bölünsün 2 epsilon epsilon 0 S1 U. Buradan bunlar gedər. D2'lər gedər. Alaram 6'da 1. Yəni Q2 bərabərdir 6 Q1'ə. Yəni cavab olur C variantı. Keçirəm növbəti suala. Kondensatorlar batareyasının ümumi tutumunu hesablayın. Baxan kimi görürəm ki 1 ilə 2 ardıcıl birləşib. Ardıcıl birləşimi ilə tapıram. S1 S2 bölünsün S1 plus S2 bərabərdir. Onu vuraram 40'a 400. Onun üzərinə 40 gəlirəm 50. Bu məndə edir 8. Bu 8 ilə də bu 12 paralel birləşib toplayaram. Ümumi tutumu tapanda 8 ilə də 12'ni toplasam məndə edər 20. Yəni cavab olur 20 mikrofarad A variantı. Keçirəm 25 nömrəli suala. Kondensatorların yükləri arasında hansı münasibət doğrudur? Bu kondensatorlar paralel birləşib. Paralel birləşəndə gərginliklər sabitdir, konstantdır. Onda yük U bərabərdir Q böl C'yə görə tutumdan düz asılıdır. Yazaram Q1'in Q2 olan nisbəti bərabərdir S1'in S2'yə nisbətinə. S1'i verib mənə C, S2'ni verib 4C. C'lər gedir, çarpaz vururam. Q2 bərabərdir 4 Q1. Yəni cavab olur
B variantı. 26 nömrəli sualda yüklər arasında münasibəti soruşur. Bu kondensatorlar ardıcıl birləşib. Ardıcıl birləşmədə yüklər bərabərdir. Ona görə cavab olur Y variantı. Keçirəm növbəti suala. Sabit gərginlik mənbəyini kondensatorlar bataryasının hansı nöqtələrini qoşsaq, yükün miqdarı ən böyük olar. Mən bilirəm ki, kondensatorlar nə qədər ardıcıl qoşulsa, o qədər miqdar azalır. Tutum azaldığı üçün yük də azalır. Ona görə mən kondensatoru məsələn 1 ilə 2-yə bağlasam, ümumi tutum belə göstərəcəm. 1-2-də S olur. Amma məsələn 1 ilə 3-ə bağlasam, 2 arada boş qolda, buna baxmıram. İkisi ardıcıl olur və belə bir ifadə alınır. S1 3 bərabər S bölü 2. Fikir verin, artıq getdikcə mənim tutumum azalır. Yəni yanaşı olanları bir-birinə bağlamaq lazımdır. Çalışmalıyam ki, kondensatorlar ardıcıl birləşməsin. Yoxsa tutum azaldığı üçün yük də azalır. Ona görə ya 1 ilə 2-ni bağlamalıyam, ya sadəcə 2 ilə 3-ü, ya 3 ilə 4-ü. Mənə də verib 1 ilə 2-ni. Cavabı Y götürürəm. Amma ən böyük olmağını istəyir, ən kiçik olmağını istəyirsə, kondensatorumun tutumu ən kiçik olmalıdır. Tutumun ən kiçik olması üçün də bu kondensatorların hamısı ardıcıl qoşulmalıdır. Mən də əgər 1-i 4-ə birləşdirsəm, bu qollar boş qollardır. 3-ü də ardıcıl olar, onlar S bölünsün 3. Ən kiçik tutumu alaram. Bu mənim həm də ən kiçik yüküm olar. Ona görə cavab olur 1-4 D variantı. Kondensatorlardakı gərginlik arasında hansı münasibət doğrudur? Burada görürəm ki, kondensatorlar paralel birləşib, paralel birləşmədə gərginliklər bərabərdir. 30 nömrəli. Kondensatordakı gərginlik arasında hansı münasibət doğrudur? Bunlar görürəm ki, ardıcıl birləşib. Ardıcıl birləşmədə yük konstantdır. Onda Q bərabərdir SU yazsam, tutumla gərginlik tərs asılıdır. Yazaram U1-in U2-yə nisbəti bərabərdir S2-nin S1-ə nisbətinə. Buradan S2-im S-dir, S1-im də 4S-dir. Bunlar ixtisar gedir. U2 bərabərdir 4 U1-ə. Cavab olur C variantı. 31 nömrəli sualda bizə deyir ki, K açarını qapadıqda kondensatorun yükü, S1 kondensatorunun yükü. Əvvəla K açarı açıq olanda bunlar ardıcıl birləşib. Hər ikisinə eyni miqdarda yük gəlir. S ümumi bərabər olur. Ardıcıl birləşmədə tapıram ki, dövrədən bunlara ümumi S bölünsün 2 tutum var. İkinci halda isə K açarını bağlayanda isə mənim burada bir dənə tutumum qalır. O da olur S1. Yəni S tutumum. Görürəm ki, burada tutum 2 dəfə artdı. K açarını bağlayanda. Tutum 2 dəfə artdısa, deməli yük də 2 dəfə artmalıdır. Cavab B variantı. 32 nömrəli sual. S1 kondensatorun lövhələri arasında D elektrik daxil etdikdə kondensatorların köynəkləri arasındakı gərginliklər üçün hansı ifadələr doğrudur? Baxın, S1-ə baxıram. Bunun üçün yazıram ki, belə yazaq. U1 bərabərdir. Q bölünsün S1. Bunu da atsam əgər olur QD bölünsün epsilon 0 S. Əgər mən S1-ə D elektrik daxil edirəmsə, epsilon artır. Epsilon artırsa U1-dəki gərginliyim azalmalıdır. Baxıram, dövrədə də ümumi gərginlik sabitdir. Əgər U1 azaldısa, U2 o qədər artmalıdır ki, yəni U1 nə qədər azalsa, U2 bir o qədər artmalıdır ki, dövrədəki ümumi gərginlik sabit qalsın. Ona görə 32-də cavab olur B variantı. 33. S1 kondensatorun lövhələri arasında şüşə təbəqəni çıxardıqda S1 və S2 kondensatorlarının lövhələri arasındakı U1 və U2 gərginlik. Baxın, deyir ki, S1 kondensatorunun lövhələr arasından, yəni S1-dəki gərginlik U1-ə baxıram. Əgər mən epsilonu çıxardıramsa, azalır. Onda U1-dəki gərginlik artmalıdır. Dövrədəki ümumi gərginlik sabitdirsə, U1-dəki gərginlik artırsa, onda U2-dəki gərginlik azalmalıdır ki, dövrənin gərginliyi sabit qalsın. Yəni cavab olur C variantı. 34 nömrəli sual. Elektrik tutumları S1, S2, S3 olan 3 kondensator sxemdə göstərildiyi kimi birləşdirərək sabit gərginlik mənbəyinə qoşulmuşdur. Kondensatordakı gərginlik arasında hansı münasibət doğrudur? Baxın. Əvvəla S1 ilə S2 paralel birləşib. Paralel birləşdikləri üçün paralel birləşmədə gərginliklər bərabər olur. U1 U2-yə bərabərdir. Lakin ardıcıl birləşmədə gərginlik tutumla tərs asılıdır. SU. Baxıram ki, 3-ün tutumu hamısından azdır. Deməli, tutum gərginliklə tərs asılı olduğu üçün, daha doğrusu gərginlik tutumla tərs asılı olduğu üçün U3-dəki gərginlik də ən böyük olar. Çünki U3-dəki tutum ən kiçikdir. Cavab D variantı. Gəlirəm 35 nömrəli suala. Elektrik tutumlarına malik, eyni elektrik tutumlarına malik 3 kondensator sxemdə göstərildiyi kimi sabit gərginlik mənbəyinə qoşulmuşdur. Kondensatorların yüklərini müqayisə edin. Baxın. Buradan tutaq ki, ana qoldan 4 Q qədər, 6 Q qədər yük gəlir. 6 Q'nun hamısı S1 qolundan keçir. Bura gəndə bunların hər birinin tutumu S-dirsə,
Tutumlara bərabər olaraq, düz asılı olaraq yüklərim də paylanır. Bura gəlir 3 küsü, bura gəlir 3 küsü. Gəldim, baxıram onda ana qoldan gələn ən böyük yük Q1-dədir. Yəni bir sözlə Q2 ilə Q3 də bərabərləşir, tutumlar bərabər olduğu üçün yükləri. Amma Q1-də bunlardan 2 dəfə böyük olduğu üçün bunlara bərabər etmək üçün Q1-i 2-yə bölməliyəm. Yəni cavab olur Y variantı. Gəlirəm 36 nömrəli suala. Eyni tutuma malik 3 kondensator sxemdə göstərildiyi kimi sabit gərginlik mənbəyinə qoşulmuşdur. Kondensatordakı yüklər. Onsuz da baxan kimi S2 ilə S3 ardıcıl birləşib. Deməli bunların yükləri bərabərdir. Q2 ilə Q3 ki, hər ikisinə eyni miqdarda yük gəlir. İndi bunu necə müqayisə edəcəm? Əgər tutumları bərabərdirsə, hər birinin tutumuna S desəm. Ana qoldan tutaq ki 6 Q yük gəlir. Yəni bu rəqəmi özümdən verirəm mən. Gəldi bura. Yük tutumla düz asılı olaraq paylanmalıdır. Aşağının ümumi tutumu S böl 2'dir. Yuxarıkisi isə sadəcə S-dir. Onda nisbət yazsam, yəni yazaram Q aşağı bölünsün Q1 bərabərdir S aşağı bölünsün S1. Aşağıya gedən yükü bilmirəm. Bunlar arasında əlaqə qurmağa çalışıram. Q1 bərabərdir S aşağının tutumu oldu S böl 2, yuxarıcı da S. Bunlar gedir, onda Q1'ə gələn yükü tapıram ki, 2Q aşağının yükünə bərabərdir. Yəni aşağıya nə qədər yük gəlirsə, onun 2 qatı qədər yuxarıya yük gedir. Çünki yuxarının tutumu aşağıdan 2 dəfə çoxdur. Deməli, yuxarıdakı kondensatora S1'ə də aşağıya görə 2 dəfə çox yük getməlidir. İndi bu Q1'i də bunlara bərabər etmək üçün 2'yə bölərəm yenə. Onda artıq bərabərləşərlər. Cavab olar B variantı. Gəlirəm növbəti suala. 37 nömrəli sualda S1 böyütü S2'dən, o da böyütü S3 olan 3 kondensator sxemdə göstərildiyi kimi birləşdirilərək sabit gərginlik mənbəyinə qoşulmuşdur. Kondensatorlardakı gərginliklər arasında hansı münasibət doğrudur? Deməli, burada mən bunların hər birindən özümdən tutum deyərəm. Məsələn, S1'ə deyərəm ki 6S'dir, S2'yə deyərəm 4S, S3'ə deyərəm 2S'dir. Özümdən dedim. İndi burada S1'ə dedim nə qədərdir? 6S'dir. Bura yazaram. Baxıram S3'ə neçə demişəm? 2S demişəm. Bu da olur 2S. S2'yə də demişəm ki 4S'dir. Aha. İndi burada gərginliyi bura gəlirəm. Ardıcıl birləşməyə. Ardıcıl birləşməyə gəndə gərginliyi müqayisə edirəm tutumla. Q bərabərdir SU-ya görə tutumla gərginlik tərs asıdır. Deməli, onda U1-dəki tutum böyükdürsə, U1-dəki gərginlik U2-dən azdır. Bunu yazdım. İndi aşağı ilə yuxarını ümumi tutuma görə baxıram. Buranın ümumi tutumunu tapanda 12S kvadratı bölünsün 8S olur. Bunu da ixtisar aparanda belə alıram 4'ə. 3S bölünsün 2. Aşağının tutumu 1/5 ise yuxarıncı 4 ise. Dedik tutum gərginliklə tərs, yəni gərginlik tutumla tərs asıdır. Harda tutumum çoxdursa, orada gərginliyim az olmalıdır. Onda deməli bu 2'nin tutumu da bu 1'dən çox olduğuna görə, bu aşağıdan çox olduğuna görə 2'nin gərginliyi az olmalıdır. Burada U2 mi yazdım? Bu U3'dür. Onda U2'ninki də hamısından azdır. Sonra U2'ninki ortadadır. Çünki U1'in tutumu daha çoxdur. 6S'dir, U2'ninki 4S'dir. U1'dir, sonra U2'dir, sonra U3'dür. Yəni U3 böyükdür U2'dən, o da böyükdür U1'dən. Cavab olur Y variantı. Belə, cavab olur Y variantı. Gəlirəm 38 nömrəli suala. 3 kondensator sxemdə göstərdiyi kimi birləşdirilərək sabit gərginlik mənbəyinə qoşulmuşdur. Kondensatorların yükləri arasında hansı münasibət doğrudur? İkinci ilə üçüncü ardıcıl birləşib bunların yükləri başdan deyirik bərabərdir. 2 ilə 3'ün. Sonra da buradan yenə ana qoldan bir 6Q yük gətirərəm. 6Q. Aşağının baxaram ki, neçə 6Q gətirməyə ehtiyac yoxdur. Aşağının ümumi tutumuna baxaram ki, 3S kvadratı bölünsün 3S'dir. Yəni düşür yazaq da 2S kvadratı S1 S2 bölünsün S1 plus S2'ye görə belə yazsam. Bunlar ixtisar gedir. Aşağı olur 2S bölü 3. Yuxarı olur 3S. Görürəm ki, yuxarının tutumu aşağıdakından böyükdür. Yəni yük də tutumla düz asılı olduğuna görə, deməli yuxarı gedən yük də aşağıdan daha çox olmalıdır. Ona görə Q1 bunlardan böyük olur. Q2 ilə Q3 bərabərdir. Q1 isə bunlardan böyük olur. Yəni Y variantı. Keçirəm növbəti suala. 39 nömrəli sualda yenə yükləri müqayisə etməyimi istəyir. Bura gələndə görürəm ki, bu ikisi paralel birləşib. Paralel birləşmədə Q bərabər SU-ya görə yük tutumdan düz asılıdır. Yəni S1'in tutumu çox olduğu üçün S1'dəki yük də S2'dən çoxdur. Lakin ana qoldan gələn yük, yəni belə düşünün. Buradan 6Q yük gəlirsə, bunun
4 küsü bura, 2 küsü bura gedir. Düz aslı olaraq. Burada isə bu yüklərin hamısı birləşib C3-dən 6 Q yük keçir. Yəni C3-dəki yük hamısından çox olur. Ona görə Q3 də bunlardan böyük olur. Deməli Q3 böyükdür Q1-dən, o da böyükdür Q2-dən. Cavab olur A variantı. Keçirəm növbəti suala. Kondensatorların gərginlikləri arasında hansı münasibət doğrudur? Bunlar ardıcıl birləşib, yük konstantdır. Onda Q bərabərdir CU-ya görə gərginlik tutumdan tərs asılıdır. U1 bölünsün U2 bərabərdir. C2 bölünsün C1-ə. C2 4C'dir, C1 də C'dir. Bunlar gedir 4 düşür. Çarpaz vursam U1 bərabərdir 4 U2 alaram. Yəni cavab olur D variantı. 41 nömrəli sual deyir. Kondensatorların enerjiləri. Burada ardıcıl birləşmə olduğu üçün yük konstantdır. Onda enerjinin düsturu Q kvadratı bölünsün 2C'dir. Yük sabitdir, enerji tutumdan tərs asılıdır. W1 bölünsün W2 bərabərdir, C2 bölünsün C1-ə. C2 3C'dir, C1 də C'dir. Bunlar ixtisar gedir. W1 bərabərdir 3 W2-yə. Yəni cavab olur A variantı. Keçirəm növbəti suala. 42 nömrəli sual. Birinci kondensatorun lövhələri arasındakı gərginlik U olarsa, M və N nöqtələri arasındakı gərginlik. Deməli, bunu iki cür tapa bilərəm. U2-ni tapıb toplaya bilərəm və yaxud da dövrənin ümumi tutumunu tapa bilərəm. Gəlin belə yazaq. C1 bölünsün C2 bərabərdir. U2 bölünsün U1-ə. Gərginlik tutumdan tərs asılıdır. C1 C'dir, C2 4C'dir. U2 yoxdur. U1 var, birinci kondensatordakı gərginlik yox. Buradan U2-ni tapıram ki, deməli, U bölünsün 4-dür. Bir tərəf udur, bir tərəf U bölü 4-dür. Dövrədə də ardıcıl birləşmədə ümumi gərginliyi tapanda toplamalıyıq. U ilə də U bölü 4-ü toplayanda mənə verir 5 U bölünsün 4. Yəni cavab olur A variantı. Keçirəm növbəti suala. Burada da yenə eyni şəkildədir. İndi gəlin tapaq. C1 bölünsün C2 bərabərdir. U2 bölünsün U1-ə. Yerinə qoyaq. C1 C'dir, C2 3C'dir. U2 yoxdur. U1-i də U verib. Buradan ixtisar gedir U2-ni tapıram U bölü 3. Dövrədəki ümumi gərginliyi istədiyi üçün U bölü 3-lə də onu toplayıram. Bu dedir 4 U bölünsün 3. Yəni cavab olur D variantı. 44 nömrəli sual. K açarını açdıqda tutumu C1 olan kondensatorun yükü. Əvvəla K açarı bağlı olanda dövrənin ümumi yükü, ümumi tutumu sadəcə C-dir. Yəni C1 bunların hər ikisinin tutumuna C deyirəm. Açarı açanda isə bunlar ardıcıl birləşir. Onda ümumi tutum ardıcıl birləşmədə bunların nisbəti olur. Yəni C bölünsün 2 olur. Və buradan da görürəm ki, mənim tutumum 2 dəfə azalır. Tutum 2 dəfə azaldısa yük də 2 dəfə azalır. C variantı. 45 nömrəli sualda C1 və C2 kondensatorları var. Bunlardan birinə dielektrik daxil edilir və deyir ki, gərginliklər necə dəyişir. Baxın, baxıram U2-yə. U2 üçün yazaram ki, Q bölünsün C. Buradan da C-ni açaram. QD bölünsün epsilon 0S. Buradan baxıram ki, dielektrik daxil edirəmsə epsilon artır. Epsilon artırsa U2-dəki gərginlik azalmalıdır. Qalan variantları ataram və dövrədə ümumi gərginlik sabit olduğu üçün U2 azalırsa U1 gərginliyi bir o qədər dəfə artmalıdır ki, dövrədəki gərginlik dəyişməsin. Cavab olur D variantı. 46 nömrəli sualda deyir ki, C1 kondensatorunun lövhələri arasındakı məsafəni azaltdıqda kondensatorların köynəkləri arasında gərginliklər üçün uyğunluğu müəyyən edin. Baxın, C1-dən söhbət gedir, onda U1 üçün yazıram. Q bölünsün C1. Buradan da açanda QD bölünsün epsilon 0 S alınır. Buradan baxıram ki, buradan mənə deyir ki, C1-in lövhələri arasındakı məsafəni azaltdım. Yəni D-ni azaltdımsa U da azalır. U1-dəki gərginlik azalır. Dövrədəki gərginlik dəyişməmək üçün də U1 azalırsa U2 artmalıdır. Cavab olur B variantı. Keçirəm növbəti suala. Yəni 47 nömrəli sualı. Burada da deyir ki, bu dəfə C2-dəkini azaltdım. Fərqi yoxdur. Yenə C2-də əgər lövhələr arasındakı məsafəni azaldıramsa U2 gərginliyim azalır. U2 gərginliyim azalırsa U1 artmalıdır ki, dövrədəki gərginlik dəyişməsin. B variantı. 48-də bizə deyir ki, qapalı K açarını açdıqda kondensatorlar bataryasının elektrik tutumu. Baxın, əvvəlcə K açarı qapalıdır. K açarı qapalı olanda bir sərfləndirmə metodundan istifadə edəndə bura A deyəndə gəlir boş qoldan burada olur. Yəni, eyni hərfin arasına düşəndə bu tutumlar artıq nəzərə alınmır. Buradan gərginlik keçmir. Onda qalır mənim onda bir dənə dövrəmin ümumi elektrik tutumu C. Amma K açarını açanda artıq burada görürəm ki, bu ikisi bir-birinə paraleldir. Yazıram onda. Deməli, paralel birləşmədə 2C.
Üstə də gəlirəm, bu S də onlara ardıcıldır. Üstə gəlmirəm daha doğrusu. 2S vurulsun S bölünsün 3S yazıram. Bunlar ixtisar gedir, qalır 2S bölünsün 3. Nə baş verdi? Əvvəlcə S idi, sonra 2S bölünsün 3 oldu. Yəni bu dövrənin ümumi tutumu 1/5 dəfə azaldı. Cavab olur C variantı. 49 nömrəli sual. Elektrik tutumları S1 bərabərdir S və S2 bərabərdir 3S olan kondensatorlar sabit gərginlik mənbəyinə qoşulmuşdur. Bu kondensatorların yükləri, gərginlikləri və enerjiləri. Ardıcıl birləşibsə yüklər bərabərdir. Gərginliyi tapacağım. Q bərabərdir SU-ya görə. Yazacağım U1 bölünsün U2 bərabərdir. S2 bölünsün S1'ə. S2 3S'dir, S1 də S'dir. Bunlar gedir. U1 bərabərdir 3 dənə U2'yə. Yəni bu o deməkdir ki, U1 U2'dən böyükdür. Oldu 3. Və enerjiyə də baxanda yüklər bərabər olduğu üçün enerjinin düsturu olaraq Q kvadrat bölünsün 2S'dən istifadə edirəm. Buradan görürəm ki, W S ilə tərs asıdır. Yazıram W1 bölünsün W2 bərabərdir S2 bölünsün S1'ə. Yəni 3S bölünsün S. Buradan ixtisar gedir. W1'i tapıram 3W2'yə. Yəni W1 də W2'dən böyükdür. Yəni olur 2, 3, 5. Gəlirəm 50 nömrəli suala. Birinci kondensatorun lövhələri arasındakı gərginlik 8 volt varsa, ikinci kondensatorun elektrik tutumu. Əvvəla, birincinin gərginliyi var, tutumu var. Yükünü taparam. SU-ya görə edər 32. Ardıcıl birləşdikləri üçün birincidə yük 32-dirsə, ikincidə də 32-dir. Və dövrədə ardıcıl birləşmədə ümumi tutumu tapanda U1 ilə U2'ni toplayırıq. İndi burada ümumi tutum var 12 bərabərdir. U1 var 8, onda U2'ni buradan taparam 4. İkincinin gərginliyini də tapdım 4. Onda ikincinin tutumunu tapa bilərəm. Yazaram ki S2 bərabərdir. Q2 bölünsün U2. 32 bölünsün 4. Onda bu ikincinin də tutumunu tapıram ki 8 mikrofarada bərabərdir. S2 kondensatorunun köynəkləri arasındakı gərginlik 20 volt varsa, S3 kondensatorunun köynəkləri arasındakı gərginlik. Bunlar paraleldir. Paralel birləşmədə U2 bərabərdir U1'ə, o da bərabərdir 20 volta. Bunu yazdım. Deməli dövrənin buradakı ümumi gərginliyini tapdım ki 20 voltdur. Onda bunların ümumi tutumunu taparam. S ümumi bərabər olar. Paralel birləşmədə 5S'yə. U ümumi də tapdım ki 20 voltdur. Paralel birləşmə üçün. Onda tərs asılılıqla tapa bilərəm. Yazaram S ümumi bölünsün S3 bərabərdir. U3 bölünsün U ümumiyə. Çünki tərs asılıdırlar. Buradan S ümumimiz 5S'dir. S3 S'dir. U3 yoxdur. U ümumini də tapmışam 20. Buradan da S'ləri ixtisar aparsam U3'ü tapanda 20'ni 5'ə vuraram, edər 100. Cavab 100 oldu. 52 nömrəli sual. S1 kondensatorunun köynəkləri arasındakı gərginlik 20 volt varsa, S3 kondensatorunun köynəkləri arasındakı gərginlik neçə volt olar? Deməli, S1 kondensatorumun tutumu S'dir. Gərginliyi isə 20 volta bərabərdir. İndi mən bu dövrənin ümumi tutumunu yazıram. S ümumimi yazaram ki 5S. Onda U2 gərginliyimi taparam. Yəni S2 deyək burada. Onda S1 bölünsün S2 bərabərdir. U2 bölünsün U1'ə. S1 S'dir, S2 5S'dir, bərabərdir. U2 yoxdur, U1 də 20'dir. Onda buradan da S'lər ixtisar gedər, U2'ni taparam 4. Yəni burada 4'dür, burada 4'dür. Paralel birləşdikləri üçün. Gəlirəm 53 nömrəli suala. Sabit gərginlik mənbəyinə qoşulmuş kondensatorlardan birincisinin köynəkləri arasına dielektrik daxil etdik. Birincinin gərginliyi üçün yazaq. U bərabərdir. QD bölünsün. Epsilon 0 S yazaram. Əgər birincinin köynəkləri arasına dielektrik daxil etmişəmsə epsilon artıb. Epsilon artıbsa U1 azalıbdır. Deməli V1 voltmetrimin göstərişi azalar. Gedir A variantı. V1 azalıbsa V2 artmalıdır. V2 voltmetrimin göstərişi artar. V voltmetri dövrənin gərginliyini ölçdüyü üçün bu dəyişməz. Çünki dövrənin gərginliyi dəyişmir. Tutuma baxdıqda isə S1 üçün yazaram ki epsilon 0 S bölünsün D. Buradan əgər dielektrik daxil edirəmsə epsilon artır. Onda S1 kondensatorumun tutumu artar. Birincinin tutumu artır. İkincinin tutumuna isə heç nə etməmişəm. Ona görə ikinci kondensatorun elektrik tutumu dəyişməməlidir. 1'ə B'dir, 2'yə A, 3'ə də S'yi. Gəlirəm 54 nömrəli suala. Sabit gərginlik mənbəyinə qoşulmuş kondensatorlardan ikincisinin köynəkləri arasına. Onda bunu U2 üçün yazaram ki U2 bərabərdir. QD bölünsün epsilon 0 S.
İkincisinin köynəkləri arasında dielektrik daxil etmişəmsə, epsilon artıb, onda U2-dəki gərginliyim azaldığı üçün V2 voltmetrimin göstərişi azalar. Sonra V2 azalıbsa V1 voltmetrimin göstərişi artar. V voltmetrim dövrəni ölçdüyü üçün dövrənin gərginliyi dəyişməz. Tutum üçündə yazsam S bərabərdir epsilon 0 S böl D. Əgər ikincinin epsilonunu artırmışamsa, ikincinin tutumu artmalıdır. Amma birincinin tutumu dəyişmir. 1-ə A-Y, 2-yə B, 3-ə S, D olur. Gəlir 56 nömrəli, 55 nömrəli sual. Elektrik tutumları S1, S2, S3 olan 3 kondensator şəkildəki kimi sabit gərginlik mənbəyinə qoşulmuşdur. Uyğunluğu müəyyən edin. İkinci kondensatorun köynəkləri arasındakı gərginlik U2 bərabər U'dur. 2 ilə 3 bir-birinə paraleldir. Əgər U2-dəki gərginliyim U'dursa, U3 də buna paralel olduğu üçün U3-dəki gərginliyim də U olar. Yəni 3-cü kondensatorun köynəkləri arasındakı gərginlik elə U'dur. İndi burada müqayisə edəcəm. Bunların ümumi tutumuna S desəm hər birinə. Paralelin ümumi tutumunu tapıram ki, U qədərdir. Xüsusi tutumları isə, daha doğrusu gərginlikləri U'dur. Tutumlarını isə tapanda olur ikisi. İndi bunu S1-lə nisbət yazacağım. Yazacağım S1 bölünsün S ümumi bərabərdir. U ümumi bölünsün U1-ə. Buradan S1-i tapıram. S verirəm hər birinə, çünki bərabərdilər. S ümuminin yerinə 2S qoyuram, bərabərdir. U ümumi U'dur, U1-im yoxdur. Buradan U1-i tapıram. Deməli, birincidəki gərginlik də oldu 2U. Yazıram bura 2UB. Mənbənin qütblərindəki gərginlik. Deməli, buranın ümumi gərginliyi U idi, buranınki isə 2U idi. Toplayıram, edir 3U. Yəni C variantı. 1-ə B, 2-yə A, 3-ə də C.